videoya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. Şəmkir rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Əliyevə məktubla patron göndərən şəxsə ağır cəza verilib. Yeni Sabah Az Qaynarinfoya istinadən xəbər verir ki, 1987-ci ildə Bakı şəhərində anadan olmuş Bəyyə Cinayət Məcəlləsinin 182-24 və 228 birinci maddələri ilə cinayət işi açılıb. İşə məhkəmədə baxılıb. Məlum olub ki, Elmarın baş həkimlə ədavətinin yaranmasına səbəb sonuncunun onun qardaşı Dadaşa pensiya düzəltmədiyinə görə yaranıb. Belə ki, təqsirləndirilən şəxsin qardaşı 2022-ci ildə çoxlu iynə udduğuna görə Bakıda əməliyyat olunub. Əməliyyatdan sonra Dadaş Şəmkir rayon mərkəzi xəstəxanasına gələrək əlillik almaq üçün Elçin Əliyevdən rəy verməsini tələb edib. Baş həkim bundan imtina etdiyi üçün Elmar ondan qardaşının qisasını almağı özünə söz verib. O, xəstəxananın mühafizəçisi vasitəsilə Elçin Əliyevə məktub göndərib. Məktubda təqsirləndirilən şəxs baş həkimi ölümlə hədələyərək ondan 16.000 manat istəyib. Həmçinin Sridə istehsal olunmuş kalibrli Kalaşnikov avtomatları, əl pulemyotları və EKE karabinlərindən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronu skoçla yapışdıraraq zərfə qoyub. Baş həkim məktubla onu hədələyən və patron göndərən şəxs barəsində polisə müraciət etməli olub. Məhkəmənin qərarı ilə Elmar 6 il müddətinə azadlıqdan məhrum edilib.